Ona görə Allah subhanahu və teala Quranda deyir: "Vələv ennənə nəzzəlnə iləyhimul mələikətə və kəlləməhumul mevtə və həşərnə aleyhim kullə şeyin qubulə." Əgər biz göydən mələkləri onlara nazil etsəydik və ölülər onlarla danışsaydı nə deməkdir? Təsəvvür edirsiniz axı, ölən insan qəbirdən çıxır, deyir ki, hər şeyi gördüm, hər şey haqdır. Nə deyirdilər haqdır, əzab və s. Və hər şeyi onların qarşısına toplasaydıq, cənnət, cəhənnəm, öz gözlərin ilə görsəydin, Allah Teala ayənin axırında deyir ki, mə kənu liyu'minu illə ən yəşə Allah. Allah istəməsə onlar iman gətirməzdilər. Və sən indi iman gətirmirsən Allaha. Hidayət neməti üzərindəsən. Allah subhanahu və teala seçir bu insanları, verir. Demək istədiyim odur ki, Allaha həmd eləmək lazımdır. Allah Teala milyon insanların içərisindən səni seçib, qəlbinə salıb bu imanı. Nə qədər insanlar var ki, onlar məhrumdular bu hidayət nemətindən. Hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir: İnnəllaha yu'ti dunya mən yuhibb və mən la yuhibb. Allah Teala bu dünyanı sevdiyinə də verir, sevmədiyinə də. Yəni bu dünyanın naz neymətini, övlad, oğul, uşaq, var dövlət, iş, karyera, hər şey sevmədiyinə də verir deyir. Sevdiyinə də verir. Baxın, nə qədər insanlar var, kafirlərdir, gözəl güzaranla yaşayır, verib Allah. Çünki Allah Rəsulu deyir, sevdiyinə də verir, sevmədiyinə də. Və la yu'til imanə illə mən yuhibb. İmanı isə yalnız sevdiyinə verir deyir. Deməli, əziz qardaşım, əgər sən hidayət olmuşsansa, iman üzərindəsənsə, gərək bunun qədrini biləsən, dəyərləndirəsən. Çünki bu neymətdir, düzdür. Hidayət neymətdir axı. Allahın bir lütfüdür, bir bəxşişdir, neymətidir bizə, fəzilətidir. Əgər sən bunu dəyərləndirməsən, bir vaxtdan sonra qalxacaq səndən, gedəcək səndən. Neymətlər hamısı bu cürdür. Neymətlərə şükür eləməyəndə neynir? Artır, azalır. Azalanda sonra nə olur? Yox olur. Düzdür, qardaş? Hidayət neyməti də budur. Ən böyük neymətdir. Şükür eləməyəcəksən, dəyərləndirməyəcəksən, azalacaq, sonra qalxacaq səndən. Vaxtında vermişdi Allah, dəyərləndirmədin, Allah subhanahu və teala aldı səndən. Dəyərləndirmək üçün də hidayət neymətini sən, hər birimiz qardaşım, gərək göstərəsən Allaha ki, Allahım, mən möhtacam bu neymətə. Bu sənin hidayətinə möhtacam. Sən sabit etməsən, sən sabit saxlamasan, mən özümdən olsam azaram.